Salam dostlar, necəsiniz? Mənə çox kommentlərdə yazırlar ki, Tufan S150 haqqında məlumat ver. Mən dedim, bir dənə video çəkim, sizlə paylaşım. Tufan S150 yəni pis motosiklet deyil. Sərfiyyatı əladır, sərfiyyat yaxşıdır, həm yüngüldür. Bir də ki, yəni zapças problemi, hər kəsin zapças problemi var, bilirəm 100%. Yəni zapçası tapılır, hər yerdə satılır. Yəni pis motosiklet deyil, Tufan S150. Mən deyim, 1-2 dəqiqəli motosikleti çəkim. Yəni kanalda görsünlər, bəlkə məlumat bilmək istəyən bəzi qardaşlarım və ya təzə motosikletə başlayan qardaşlarımız baxsın, haqqında məlumat yığsın. Pis motosiklet deyil, yəni pis tərəfi də yoxdur, qənaətlidir. Həm də zapçası hər yerdə tapılır. Qiymətdəki təzəsi 2700-dür. İndi salatla bir yerdə yəqin bir 300 da gəlib çıxır. Motosikletə bagajı özüm qoymuşam. Özüm qoymuşam. Rəngi yaxşı, mənə ən ləzzət edən rəngidir, narıncı. Qırmızı da pisdir, ancaq axşamlar çox vaxt fikir vermişəm. Demək, kraskası zərlidir, zərliyə bilmirəm, nə deyirlər, kommentlərdə yazasın, bir şey deyirdilər. Nəysə, o zərlidir, elə vaxt olur, gecə vaxtı narıncı olmur, qırmızı rəngi adamın gözünə görsənir. Yəni deyirəm, pis motosikletdir, təzə başlayanlar üçün əladır. Amma gərək biraz da ətraflı məlumatınız olsun motosiklet sürməyi haqqında. Əsas sərfiyyatdır. 100 kilometrə 3 manat. 3 manat da deyim, 3 litr deyim, 3-4 litrdə təqribi. Məncə 3 litr olmalıdır, çünki adi belə 10 manatlıq vururam, bir həftə sürürəm. Az sürərəm, hər gündə deyim, hər gün sürüm motosiklet yox. 2 günən bir günən bir sürürəm. 1 saat, 2 saat sürürəm. Maraqlıdır, almağa dəyər, məsləhət görürəm. İndi bunu da satıram. Bu motosikleti satıram. İnşallah başqa motosikletə getməyi fikrim var. Kup böyük. Dayonları tərəfləyirlər. Yine dayon yaxşı dözümlüdür. Bu da dözümlüdür. Bu da pis. Dayon tərəfləyirlər. Baxaram vəziyyətə. Bəlkə dayon götürdüm. Bir də cross motosikletlər üçün ölürəm. Yəni torpaq yol olsun, mən sürüm də. Ancaq torpaq yol. Crossdakı Minix 250 mənə deyiblər. Alsansa əgər təzəsin alıram, 2-ci əl almalı elə falan. Belə şeylər eşitmişəm. Daha bilmirəm, düzdür. Yəni, hər şey sahibindən çox yaxşıdır. Sahibdən vaxtında gələm, yağın zadını dəyişsin, bəzi hissələrini dəyişsin. Vaxtında ustaya aparsın, motorun göstərsin. Yəni baxasın. Maşına necə baxırlar. Ustaya aparırlar, yağın dəyişirlər vaxtında. Masal çəkləmi. Sən də gəlin buradan baxarsan. Çatmayasan, çoxsu alırlar kuryerdə işləmək. Kuryerdə də motosikleti sürdün. Ora-bura gündəlik sürürsən də, yəni adam görmüşəm 300-400 kilometr bir günə sürür. Bir gün onu sürür, yəni həmən gün elə yağ dəyişir, tez yağ dəyişir. Bu günləri elə yağını dəyişmişəm. Bir dəfə inşallah qismət olar yağ videosunu sizə çəkib göstərirəm. Gələm çəkərdim.
oldu. Özünüzə fikir verin. Sağ olun. Allah'a emanet. Videolar paylaşıram. İstərsiniz keçib baxa bilərsiniz Instagramda, TikTokda. Sağ olun. Gecəniz xeyrə.